İndi isə New Column anlayışı haqqında danışacağıq. New Column həmçinin Calculate Column da adlanır. Bəs bu nədir? DAX formulundan istifadə edərək cədvəldə yeni sütun yaratmaq üçün istifadə olunur. Yəni yazdığımız formulun nəticəsi cədvəldə yeni bir sütun kimi saxlanılır. Bu sütunun hər bir sətri də ayrıca hesablanır və nəticə həmin sətirdə ümumi şəkildə görünür. Calculate column adından da göründüyü kimi hesablanmış sütun deməkdir. Bəs biz bu sütunlardan nə zaman istifadə edə bilərik? Əsasən cədvəlimizdə olan mövcud sütunlardan istifadə eləyərək yeni bir məlumat yaratmaq lazım olduqda istifadə olunur. Məsələn, cədvəlimizdə ad və soyad adlı iki ayrı sütun var və biz onları birləşdirmək istəyirik yeni bir sütunda. Bu zaman new column-dan istifadə edərək bunları tək bir yeni sütunda birləşdirib göstərə bilərik və ya satış məbləği sütunumuz var, ona endirim tətbiq edə bilərik. Bu şəkildə istifadə edə bilərik. İndi isə ilk calculate column-ımızı yaradaq. Cədvəlin üzərində sağ klik edərək bu hissədən və ya modeling tabından da new column hissəsindən edə bilərik. Save cədvəlinə sağ klik edək, New Column klikləyək. Gördüyünüz kimi yuxarı hissədə formula bar aktivləşdi. Bu hissədə indi biz DAX formulunu yaza bilərik. Biz indi cədvəlimizə əvvəlcə baxaq, nə yazmaq istəyirik. Bizim burada quantity və unit price sütunlarımız var. Bu miqdarda bu isə bir məhsulun qiymətidir. Biz bunların hasilini tapıb hesablamaq istəyirik. Əslində belə bir sütunumuz var, bunun hasilini verən. Sadəcə biz indi bunu tətbiq eləmək üçün, yəni new column funksiyasını tətbiq eləmək üçün bunu yenidən yazacağıq. O sadəcə hazır sütundur, yəni datanı bu şəkildə əldə etmişdim. İndi biz bunu new column vasitəsilə eləyək. Save cədvəlində sağ klik edirəm, new column. Buna ad verirəm, məsələn, total price. Və indi mən istədiyim sütunların adını yazaraq hasilini tapacağam. Məsələn, yazıram sales cədvəlindən mən quantity sütununu istəyirəm. Daha sonra vurma işarəsi və birbaşa əslində sütun adını da yaza bilərik. Bu şəkildə gələcək. Unit price. İndi enter basıram və bu şəkildə sales cədvəlinə yeni bir sütun düşdü. Bu şəkildə qarşısında işarəsi var. Yəni burada əslində sigma işarəsini görürsüz, bu cəmi deməkdir. İndi isə KCD cədvəlimizə baxaq. Gördüyünüz kimi yeni yaratdığımız sütun bu hissədə görünür. Bu nə etdi ümumilikdə? Hər sətirdəki quantity və unit price sütunları bir-birinə vurur və nəticə yeni sütunda görünür. Yəni birinci sətrimizdə bu vurma əməliyyatını icra edir və nəticəni yazır. Daha sonra keçir ikinci sətrimizə. Bu şəkildə nəticəni yazır. Daha sonra 3, 4 və bu ardıcıllıqda icra etmiş olur. İndi başqa bir nümunə yazaq. İndi isə customers cədvəlini seçəcəm. Amma sales cədvəlini seçim, bunun sizə niyə olduğunu göstərim. New column seçirəm. Məsələn, yazıram bura customer məsələn info bərabərdir. Mən indi burada customer cədvəlini çağırsam gəlməyəcək. Səbəbi də ondan ibarətdir ki, mən sales cədvəlini seçmişəm və ona orada yeni bir sütun yaratmaq istəyirəm. Bu zaman mənə sadəcə sales cədvəlinin sütunları gələcək. İndi silirəm bunu və customers cədvəlini seçib new column etsəm və bura məsələn customer info yazsam, indi customer cədvəlini çağırsam gördüyünüz kimi bütün sütunlar gələcək. Yəni customer new column-da biz
Hansı cədvəldən məlumat əldə etmək istəyiriksə, hansı sütunları çağırmaq istəyiriksə, həmin cədvəli mütləq seçməliyik. Əks halda həmin sütunlar görünməyəcək. İndi mən burada customer name adlı sütunum var. Məsələn, bunu birləşdirmək istəyirəm, qarşılarına ölkə adlarını yazmaq istəyirəm. Bu zaman belə bir işarə var. Birləşdirmə işarəsidir, concatenate deməkdir. Bu işarələrdən qoyuram və ortalarına da mən əslində ayrıc kimi, məsəl üçün, tire də qoya bilərəm. Yəni bunlara ayırsın. Daha sonra ikinci sütunumun adını yazıram. Burada da country. Bu şəkildə etdikdən sonra enteri basıram və yeni bir sütunumuz cədvələ əlavə olundu. Gördüyünüz kimi customer name və qarşısına da ölkə adı düşdü. Biz yeni sütun yaradanda bu hissədə burada column tools tab açılır. Biz bu tab haqqında əvvəlki dərslərimizdə danışmışdıq. İndi qısaca nəzər yetirək. Burada istədiyimiz, seçdiyimiz sütunun adını dəyişə bilərik. Sonra data tipini dəyişə bilərik. Formatı da necə formatda olduğunu dəyişə bilərik. Məsələn, bu sadəcə indi mətn sütunu idi deyə sadəcə tekst olur. Rəqəm tipli sütunlarda həmçinin faiz, decimal və sair bunları seçə bilərik. Summarization hissəsində sütunun necə davranacağını göstəririk. Rəqəm tipli sütun olarsa, məsələn, burada sum, minimum, ortalama, maksimum kimi seçimləri seçə bilərik ki, vizuala həmin sütunu atdıqda necə davransın. Əgər sütunumuzda coğrafi məlumatlar da varsa, buradan uyğun kateqoriyanı seçib, onun düzgün işləməsini təmin edə bilərik. Bu şəkildə. İndi isə sətr üzrə hesablama məntiqinə baxaq. Calculate kolumun ən vacib xüsusiyyəti sətr üzrə hesablamasıdır. Yəni, Poel-Bey formulu bütün cədvələ birdən tətbiq etmir. Az öncə dediyimiz kimi, hər sətri ayrıca oxuyur və nəticəni həmin sətirdə yazır. Bu şəkildə biz artıq Calculate Column anlayışı ilə tanış olduq. Və növbəti dərsimizdə isə Calculate Column-la New Measure arasındakı fərqlərdən danışacağıq. Onları necə bir-birindən ayırd edə bilərik, bu mövzulara toxunacağıq.